Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin və ali Muhammed və əccilli vəliykəl fərəz. Əziz xanımlar, hər birinizə Allahın salamı, rəhməti və bərəkəti olsun inşallah. Bugün yenə sizlərlə 4 hərf keçəcəyik. Ancaq dərsimizə başlamamışdan öncə bir hədislə dərsimizi açaq. Həzrət Peyğəmbər sallallahu aleyhi və səlləm buyurub, mömin gərək dünyadan köçməmiş Quran öyrənsin, yaxud Quran öyrənərkən dünyasını dəyişsin. Bugünkü hərflərimiz sin, şin, sad, dad. Sin Azərbaycan dilindəki s səsini bildirir, yəni özəl bir hərf deyildir və bu cür yazılır. Bu təkdə gələn forması, əvvəldə gələndə, ortada gələndə və sonda gələndə. Eyni hərfdir. Sadəcə 3 nöqtəsi var. Təkdə gələndə, əvvəldə gələndə, ortada gələndə və sonda gələndə. Bəzən bu 3 nöqtəyə görə pərtəz S hərfi ilə qarışdırırlar. Ancaq biz diqqət etməliyik ki, şin hərfində 3 dəfə fırlanır, S hərfində isə 1 dəfə fırlanır və 3 nöqtəsi olur. Digər hərfimiz sad hərfidir. Təkdə gələndə, burası da biraz belə qalxır. Əvvəldə gələndə, ortada gələndə, sonda gələndə. Eyni hərfdir. Dad hərfi, sadəcə nöqtəsi var. Təkdə gələndə, əvvəldə gələndə, ortada gələndə və sonda gələndə. İndi isə bu hərflərin səsləndirilməsi haqqında danışmaq istəyirəm. Sin hərfi Azərbaycan dilindəki s səsini bildirir, bir özəlliyi yoxdur. Şin hərfi Azərbaycan dilindəki ş səsini bildirir, bu da özəlliyi yoxdur. Sad hərfi qalın, həm də ağız dolusu tələffüz olunan bir hərfdir və Azərbaycan dilindəki s səsindən, hərfindən seçilir. Dad hərfi d, z hərflərinin qarışığıdır, yəni həm dad da demək olur, həm də zad. Vələ dalin, vələ zalin kəlməsindəki kimidir ki, dil yan dişlərə sıxılaraq, azı dişlərə sıxılaraq tələffüz olunur. 2 incə, 2 qalın hərfimiz. Belə ki, əziz xanımlar, biz 3 dənə s hərfi keçdik. Birincisi s pərtək, ikincisi sin, incə və Azərbaycan dilindəki kimi. Üçüncüsü isə sad, Azərbaycan dilindən fərqlənən və ağız dolusu qalın tələffüz olunan sad hərfi. Bugünlük dərsimiz bu qədər. Allahdan hər birinizə müvəffəqiyyət arzu edirəm. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.